İmam Səccad əleyhissalama sual verdilər ki, Kərbəla hadisəsində kim qalib gəldi? Çox gözəl sualdır. Ya baxırsınız, görürsünüz ki, Kərbəla hadisəsində İmam Hüseynin qoşunu vəfat eləyən, şəhid olan qoşun idi. Amma digərləri qalib qoşun idi. Yəni zahirdən elə görsənik. Hədə baxanda zahirən elə görsənik. 70.000 qoşun, 73 nəfər ki, Kərbəla hadisəsində deyilə gəlmişlər, İmam Hüseynin tərəfdarı idilər. Gəlmişlər, o 70.000 qoşun 73 nəfərə şəhadətə çatdırdı və zahirdə onlar qalib gəldi. Zahirən elə görsən idi. İmama da bu sualı verdilər. Dedilər ki, ya İmam Səccad əleyhissalam, Kərbəlada kim qalib gəldi? İmam Səccad buyurdu ki, İza ərəddə ən tə'ləm mən qələbə və dəxələ vəqtü salati fəəzzin sümmə əqim. Çox gözəl bir sözdür. Buyurur ki, bilmək istəyirsənsə kim qalib gəldi, namaz vaxtı azan oxu. Baxmısınız da, yağın ki, eşitmişsiniz. Çağırdılar, apardılar Şama qoşunu şəhadətdən sonra. İmam Səccadı, xanım Zeynəbi, xanımları əsir götürüb apardılar qoşunu Şama. Şamda İmam Səccad çıxdı danışmaq istəyəndə orada bu kəlməni işlətdi. Dedi ki, əşhədü ənnə əmirəl müminə Əliyyən vəliyullah və ya əşhədü ənnə Muhammedən Rasulullah salavat zikr edir. Allahümmə sallələ Muhammed və Muhammed. Ona görə dedi. Dedi ki, bilmək istəyirsən kim qalib gəlib, azan oxu, namaz vaxtı azan oxu, namaz qıl, qiyam elə, namaza hazır ol. Onda biləsin kim qalib gəlib. Namazda əşhədü ənnə Muaviyə lənətullah deyilmi? Əşhədü ənnə Əliyyən vəliyullah deyil. Bu günlər Əlinin adı diri qalıb. Muaviyəni yox. Muaviyə getdi cəhənnəmin zibilliyinə. Muaviyə bu günlər lənət oxunur. Vahabilər durub deyir ki, Muaviyə sahabədir. Etiqadları bu da Muaviyə lənət oxumaq olmaz. Özlərini haram bilirlər. Muaviyənin tərəfdarları da. Halbuki Şiyə etiqadında heç vaxtı zalım, zülümxar, şərabxor, kafir hakim ola bilməz. Quranın etiqadında. Quran bizə bunu bəyan edir. Həzrət İbrahim əleyhissalama deyir ki, biz sənə imaməti bəxş elədik Quran-ı Kərimdə. Ayəsi zihnimdə deyir. Deyir, biz sənə imamət məqamını verdik. Bəs ondan sonra Allah digər ayədə buyuruyor ki, deyir, bundan sonra bu imamət məqamı Peyğəmbərlik imamət məqamı bu əhd zalimlara yetişməz. Heç vaxt zalimdən gəlib imam olmaz. Zalimdən gəlib rəhbər olmaz. Heç vaxt zalimlər gəlib müsəlmanlara rəhbərlik eləyə bilməzlər. İndi sözümü qaytarayım bura. Bilmək istəyirsən kim qalib gəlib? Namaz vaxtı azan oxu, namaz qıl. Əşhədü ənnə Muhammedən Rasulullah, əşhədü ənnə Əliyyən vəliyullah. Kimin adı diri qalıb? Əliyyən vəliyullah. Deməli, kim qalib gəlib? Əliyyən vəliyullah, Əli və onun övladları. Bu günləri kimə lənət oxunur? Muaviyyə, Yəzidə və Yəzid tərəfdarlarına.